Həsən bir işi təklikdə 12 saata, Hüseyn isə həmin işi təklikdə 16 saata yerinə yetirir. Həsən və Hüseyn eyni anda işə başlayıb 4 saat işlədikdən sonra Həsən işi tərk edir. Qalan işi Hüseyn tək işləyərək bitirərsə, işin ümumilikdə nə qədər vaxta yerinə yetirildiyini tapın. Həsən bütün işi 12 saata görürsə, 1 saatda işin 12də 1 hissəsini, Hüseyn isə bütün işi 16 saata görürsə, 1 saatda işin 16da 1 hissəsini görür. Və onlar birlikdə 4 saat işlədikdən sonra Hüseyn, deməli, yerdə qalan işi Hüseyn tək yerinə yetirir, çünki Həsən işi tərk edir. Əvvəlcə 4 saat sonra işin nə qədər hissəsi qaldığını tapaq. Deməli, 4-ü ya 12də 1-ə və 16-da 1-ə vurub açarsınız, ya da ortaq məxrəci gətirə bilərik. Birinci kəsiri 4-ə, ikinci kəsiri 3-ə vursaq, 48-də 4 üstə gəlsin, 3, 7 alarıq, vurulsun 4. İxtisar gedər, qalar 12-də 7. Deməli, 4 saat birlikdə işləsələr, işin 12-də 7 hissəsi görülmüş olar. Yerdə qalan işi tapaq. 12-də 12-dən 12-də 7-dən çıxsaq, qalar 12-də 5. 12-də 5 hissəni Hüseyn tək yerinə yetirəcək. Hüseyn isə 1 saatda gördüyü iş 16-da 1-dir. Yəni, bölsək 16-da 1-ə, 12-də 5 vurulsun. Birinci kəsirin saxlayıb ikinci kəsiri tərs çeviririk. İxtisarlarımızı aparsaq 3, 4, cavab olar 3-də 20. 3-də 20 isə 6 tam 3-də 2 saat deməkdir. 4 saat birlikdə işləmişdilər. Üstəgəl 6 saat 3-də 2, 6 tam 3-də 2 saat isə Hüseyn tək işlədi. Birlikdə 10 tam 3-də 2 saata bütün iş bitdi.